Hökumətin ƏDV-ni geri al planını genişləndirməsi vətəndaşa nə qazandıracaq? 2026-cı ildən bərbərxana, gözəllik və kosmetoloji xidmətlərdə əlavə dəyər vergisinin geri alınması mexanizmi tətbiq olunacaq. Dəyişiklik gələn ilin dövlət büdcəsi layihəsində öz əksini tapıb və Parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsində təsdiqlənərək plenar iclasa göndərilib. Lakin müstəqil ekspertlər bu dəyişikliyin əksinə qiymət artımına səbəb olacağını, vətəndaşın cibinə ziyan vuracağını düşünürlər. Kifayət qədər böyük bir dövriyyəsi olan segmentdir və hökumət də bu segmentin leqallaşmasında maraqlıdır. Dolayısıyla dövriyyənin formal hissəsinin artması, dövriyyənin leqallaşması müəssisələrin xərclərinin artmasına gətirib çıxaracaqdır. Bu istiqamətdə əlavə dəyər vergisi yükünün əvəzləşdirilməsi imkanının olmaması o deməkdir ki, leqallaşan dövriyyəyə 18% təxminən əlavə bir xərc yükü formalaşır. Bu 18%-in əhəmiyyətli hissəsi orta uzun müddətli dövrdə sahibkar tərəfindən göstərilən xidmətlərin qiymətlərinə ötürülə bilər. Yəni, birmənalı şəkildə qiymətlər artacaqdır. Amma ekspert onu da bildirir ki, bu mexanizm sahibkarların formal fəaliyyətini gücləndirə və bazarın stabilliyini artıra bilər. Digər iqtisadçı Allahverdi Aydın yerli mediaya bu dəyişiklikdən sonra dövlət vergi xidmət əməkdaşlarının həmin obyektlərdə monitorinqlər təşkil edəcəyini istisna etmir. Neft gəlirlərindən büdcəyə ayrılan pulda kəskin azalma var. Alternativ variant kimi vergi sisteminə nəzarət mexanizminin gücləndirilməsinə diqqət ayrılacaq. Fikrimcə, şəhərin mərkəzində olan kiçik həcmli gözəllik salonunu əlavə dəyər vergisinə cəlb etmək doğru yanaşma deyil. Bu tip müəssisələri daha sadələşdirilmiş vergi ödəyicisi kimi qeydə almaq olar. Hesab eləyirəm ki, sahibkarlar üçün növbəti illərdə ciddi problemlər yaşanacaq. Kassa aparatı varsa və vergi ödəyirsə, sahibkar sözsüz ki, təqdim etdiyi xidmətlərin qiymətini artıracaq. 20-30% artım istisna deyil. Deputat Vüqar Bayramov isə dəyişikliyi bu sahədə ağarma kimi dəyərləndirir və nağdsız ödənişlərdə stimullaşdırma olduğunu bildirir. Bu arada Azərbaycan hökuməti 2026-cı il üçün qeyri-neft sektoru üzrə vergi gəlirlərinin 21,4 milyard manat olacağını və cari ilə nisbətən 8,2% çox olacağını proqnozlaşdırır.